Salam dostlar, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə dərslərimiz çərçivəsində loqo necə yaratmaq olar və saytımıza loqonu necə yerləşdirmək olar onun haqqında və eyni zamanda Canva haqqında danışacağıq. Deməli, bizə lazımdır ki, saytımızın bu hissəsində olan loqonu və daha aşağı hissədə olan loqonu hazırlayaq və saytımıza yerləşdirək. Biz loqonu necə hazırlaya bilərik? Əgər hər hansısa bir Photoshop və s. biliklərimiz varsa, oradan hazırlaya bilərik və yaxud da ki, Canva üzərindən hazırlaya bilərik. Son zamanlarda ümumiyyətcə neçə ildir bu belə davam edir və özünü inkişaf etdirməyə davam edir Canva. Canva asan dizayn etmək istəyənlərin, daha çox texniki bilgiyə girmədən dizayn bacarıqlarını artırmaq istəyən insanların istifadə etdiyi bir web üzərində olan platformadır və ödənişli, ödənişsiz versiyaları var. Gördüyünüz kimi ödənişsiz versiyası və ödənişli versiyalarının qiymətləri burada göstərilib. Ödənişli versiyası bir nəfər üçün illik $120 olaraq nəzərdə tutulub. Burada nələr var? Misal üçün bəzi faylları siz ödənişsiz versiyada yükləmək istədikdə istədiyiniz formatları seçə bilmirsiniz. Orada olan əlavə şəkilləri, ondan sonra əlavə ikonları və s. ödənişsiz versiyada istifadə edə bilmirsiniz. Bunların hamısı üçün sizə ödənişli versiya lazımdır və gördüyünüz kimi bir nəfər üçün illik qiyməti $120-dır. Və başqa nələr var gördüyünüz kimi. Ödənişsiz versiyada da 4 milyondan çox şəkil var, 1000-dən çox dizayn nümunəsi var və 5 GB isə yaddaş verilir ki, istifadə edə bilərsiniz. Orada şəkillərinizi və s. saxlaya bilərsiniz. Bizdə ödənişli versiya var və biz loqomuzu hazırlamağa çalışsaq, baxın, belə bir formaya getmişik və bizə nə lazım idi? Bizə lazım idi loqo. Bunu daha öncə ChatGPT vasitəsilə hazırladığımız loqodan hissələri mən ayırmışam. Oradan copy paste edirəm. Burada sadəcə sayt üçün sadəcə yazı loqosundan istifadə etməyi düşünürəm. Və bu formada qeyd etdikdən sonra daxil olursunuz paylaş və endir hissəsinə. Buradan artıq gördüyünüz kimi müxtəlif seçimlər var və burada yanında tac işarəsi olan bu ödənişli versiyada istifadə olunur deməkdir. Əgər tac işarəsi sönümlü versiyadırsa, sizdə ödənişli versiya artıq var əldə etmişsiniz. Tac işarəsi qızılı fondadırsa, artıq sizdə ödənişli versiya yoxdur və sizdən ödənişli versiya istifadə etmənizi tələb edəcək. Biz hal-hazırda bu formada endirək. Artıq yükləndi və bizə lazımdır ki, bunu biz saytımızda göstərdiyimiz hissələrə daxil olaraq. Bunun üçün də daxil oluruq saytımızın admin panelinə. Saytımızın admin panelindən dizaynın öz ayarlarına gəlirik və buradan başlıq qurucusu seçirik. Redaktə et deyirik və loqo hissəsinə daxil oluruq. Buradan hazırda başlıq qurucusu və redaktə et deyək. Gördüyünüz kimi öncəki loqo və bizə lazım olan loqonu biz indi yükləməliyik. Səxranət vermək üçün bir qədər sağa çəkək və saxla deyək. İndi isə başlığı yadda saxlayın. Gördüyünüz kimi frontend logoya keçəndə burada logo artıq görsənir. Əgər biz bunu böyüdüb kiçiltmək istəsək necə edə bilərik? Bu hissədən biz istədiyimiz piksel formasında böyüdüb və kiçildə bilərik. Eyni zamanda bizə lazımdır ki, mobil temada, mobil yəni versiyasında da loqonu dəyişmiş olaq. Yenə gəlirik, redaktə et deyirik və eyni qaydada saxlanıb veririk. Gördüyünüz kimi eyni qaydada da bu hissədə dəyişikliklər oldu. Dediyim kimi bu saytda bir qədər gözləyə bilər, yəni ləngimə baş verə bilər. Bu da əslində ləngimə deyil.
saytların, brauzerlərin iş sistemindən, ön bellək sistemindən bağlıdır. Biz bir müddət gözləsək, bir müddətdən sonra da artıq dizayndan yenilənmiş olacaq. İndi isə ümumiyyətcə Canva-da nələr var ona baxası olsaq, biz Canva-da nələr edə bilərik? Biz Canva-da tək logo deyil, Instagram və s. Sosial medialar üçün postlarımızın hazırlanmasında istifadə edə bilərik. Biz tutaq ki, bir dizayn seçmək istəsək, burada yeni bir formalar var. Ən çox istifadə olunan ölçülər sosial media tutaq seçirik. Sosial mediadan gələk Instagrama və gördüyünüz kimi Instagramın dəstəklədiyi ölçülər burada qeyd olunub. 4-ün 5 ölçü Instagrama bu 2025-ci ildə gələn bir ölçüdür. Daha böyük Instagram paylaşımı edə bilməyimizə şərait yaradır. Gördüyünüz kimi Instagram hekayəsi, Reels videosu, bunlardan birini tutaq biz seçirik 4-ün 5-ə. Həmən ölçüyə gəlir və burada bizim üçün artıq nə qədər istəsək hazır dizayn var. Tutaq ki, biz bura hansısa bir belə deyək, özəl gündə səhifəmizdə paylaşım edirik. Tutaq bu ola bilər analar günü, xanımlar günü və s. Dünyada olan qlobal hansısa bir günlərdən istifadə ediriksə, onun posterini hazırlanmasında istifadə edə bilərik. Tutaq burada hazır nümunələr var. Hazır nümunələrdən baxsaq. Gördüyünüz kimi belə bir hazır nümunə var. Biz bunu dəyişə bilərik. Misal üçün hansısa bir xüsusi günü paylaşım üçün və yaxud da ki, məhsul nümunələri hazırlaya bilərik. Eyni zamanda reklam postu da hazırlamaq olar. Gördüyünüz kimi burada dizaynlar hazırdır. Biz əlavə etmək istəsək. Bileşənlər hissəsi var. Dizayn hissəsi var. Dizayn hissəsində hazır sizin üçün dizaynlarda daha öncə istifadəçilər tərəfindən yaradılmış, sizin üzərində dəyişiklik edə biləcəyiniz və yaxud da ondan ilham alıb yeni bir dizayn yaradacağınız. Gördüyünüz kimi bu formada postları hazırlaya bilirsiniz. Burada var. Arxa backgroundu gəldikdə buradan seçsiniz. Rəng ola bilər, şəkil ola bilər. Misal üçün biz burada indi burada şəkil tətbiq etmək istəsək. Burada üzərinə yerləşdiyimiz şəkillərdən birinin rəngini almaq istəsək, rəngini ala bilirik. Şəkilləri əlavə etmək üçün biz dəyişirik. Yükləmələr hissəsindən özümüz hər hansısa bir şəkil yükləyib oradan istifadə edə bilirik. Biz isə reklam hissəsi yazdıqda reklam təkliflərini verir. Və burada əsas diqqət etməli olduğumuz məsələlərdən biri biz şəkili nə üçün istifadə edəcəyik və yükləyəndə nəyə görə, hansı formatda yükləməliyik. Biz bundan öncə logo hazırlayarkən baxdıq ki, format SVG formatı oldu. Bu ona görədir ki, biz onun böyüyüb kiçilməsini və ölçünün itməməsini, piksellərin itməməsini təmin edək. Əgər biz sosial mediada, saytda paylaşmaq üçün şəkillər istəyiriksə, biz buradan endir hissəsinə daxil olanda PNG-ni seçməliyik və əgər bizdən hansısa bir minimum hədd istəyirsə ki, şəklin həcmi 1 MB, 2 MB və s. bunu aşmasın, o zaman buradan dosya ölçüsünü, hansısa istənilən ölçünü yazıb, yəni həcmi, həmən həcmə uyğun saxlaya bilərik. Və dediyim kimi, əgər siz saytda, Instagram və s. üzərində paylaşım edəcəksinizsə, şəkili PNG formatında endirməyiniz məsləhət görülür. Ümumiyyətlə, Canva-nın ana hissəsinə gəldikdə, yenidən ana səhifəsinə bizə burada nələr hazırlaya bilərik, hamısının ölçüləri qeyd olunub və üzərinə əlavə etdikdə biz dizaynları görə bilirik. Gördüyünüz kimi veb-sayt dizayn edə bilirik, videolar hazırlaya bilərik, hansı ki bu formada. Sosial media üçün də postlar hazırlaya bilərik.
Məncə siz əgər əlavə texniki bilikləriniz, Photoshop və sairə kimi texniki bilikləriniz yoxdursa, sizin marketinq hissəsində Canva ən böyük köməkçiniz olacaqdır ki, dizaynları hazırlamağa və bunu müştəridə belə deyək, alış qabiliyyətini yüksəldən, müştərinin emosiyalarına təsir edən, məhsulda müştəri üçün bir dəyər yaradan və ona müsbət enerji ötürən postların hazırlanmasında Canva sizin əsas köməkçiniz olacaqdır. Hələlik bu qədər dostlar. Diqqətiniz üçün təşəkkürlər, minnətdaram. Növbəti dərslərdə görüşənədək.